بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وصحابته أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. أما بعد. Muhterem kardeşlerim, en gözüme sonra da sıhamıza Allah Teala'dan hatta duasına bakmalı ve Allah Teala'nın öz Resulü'na Muhammed sallallahu aleyhi ve selleme vahiy ettiği kimi, nazil ettiği kimi, emrettiği kimi ibadetleri etmeyi nasihat ediyorum. Ve o ibadetleri Muhammed sallallahu aleyhi ve selleme, yani Allah Teala'nın öğretmesi, yani Allah Resulü'nün sünnetine muvafık, uygun şekilde. Çünkü Allah Resulü'nün Muhammed sallallahu aleyhi ve sellemin sünnetine muhalifliği bidatlere ve bidatlere benzer yollara bağlı çıkaracak. Çünkü Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem sahabelerine öğrederken bir düz xət çekti. O düz xəttin etrafında ise kiçik xətlər çekti. Ve Allah Resulü dedi ki, bu düz xət, çektiği düz xət, yani öz Allah Resulü'nün ve Allah Resulü'nün gelen vəkin yolu, yani Allah Teala'nın emrikəsin olan din, İslam diniydi. Bu dini düz istəyir. O xəttin etrafındaki xətlərsə hamısı onların başında şeytanın oturduğunu ve şeytanın mirasının olduğunu Allah gösterir. Ve diqqət edin qardaşlar, o əyri xətlər, kiçik olan əyri xətlər hamısı o düz xətti birləşir. Yani bunu göstərir ki, qardaşlar, o əyri xətlər var, hansı ki şeytan onların başında. Onlar hamısı İslam dini adətlərdir. Yəni bidətlər. Yəni bu deməkdir ki, bidət dini oxşayır. Yəni bu deməkdir ki, bidətin əsli İslam dinindəndir. Məgər baxsan, ilk çıxan bidət illərindən olan xavariclərə, məgər xavariclər İncildən, Tövratdan faydalanıb mı bidət əhli olurlar? Yoxsa Allahın kitabından. Yəni həman düz xətdən, hansı ki Allah Resulü'nün çəkdiyi düz xətdən azmışdılar. Ona görə də hər hansısa bir bidətçinin, hər hansısa bir bidətə meyl edənin Allahın dinindən danışması və Allahın kitabından danışması da sənə olarmasın. Çünki əslən ilk olan xavariclərdə hamısı Allahın kitabını oxuyaraq namazlar. Bugünkü gündə təəssüf olsun ki, bəzi qardaşlarım, bəzi insanlar bidət əhlinin, xüsusilə təkfirə və yaxud da təkfirə bənzər bidətlərə meyl edənlərin onlar da haqqı deyirlər deyə iddia etməsindən başlayır. Çünki elmsiz bir müsəlman, gözləri açıq olda görməyən kör kimidir. Körün gözləri açıq olsa da görmür. Körün gözləri açıq olsa da görmür. Elmsiz bir müsəlman məsələ ona bənzir. O zənn edəcək ki, gözüm açıqsa görürəm, amma elə deyil. Burada qəsd olmaq, Allah Teala'nın dinində qəsd olmaq, görmək vəsilə, yəni insanı kitab və sünnəni başa düşməsi. Nə qədər körlər var ki, görənlərdən salmaqdır. Nə qədər kör olanlar var ki, Allah Teala'nın dinini gözləri görənlərdən düzgün başa düşürlər. Amma elə də müsəlman bidət əhlində olan aktivliyi, bidət əhlində olan hansısa bir şeyləri görüb təəssüflənməsin. Çünki şərdə insanın önündə getməyi xeyirdə geridə qalmağından pisdir. Nə ola müsəlman xeyirdə geridə qalaydı, amma şərdə qabalı getməyir. Çünki qardaşlarım, əslən baxanda ki, bidətə düşən və bidətin üzərində ilerləyən zahirən xeyirdə görünməyə çalışsa da və xeyirdə görünən kim olsa da əslən o şərdə üzərindədir. Çünki əgər o vəhiy ki, o din ki, onu Allah Teala öz Resuluna öyrətmirsə, o şərdir. Çünki hər bir bidətçi, hər bir bidətə düşən və ona meyl edən, etiqad edir ki, onun hissələ məsələlər deyişir. Etiqad edir ki, Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemə Allah Teala onu öyrətməli və Allah Teala öyrətmişdir, Allah Resulü çatdırmalı. Allah Teala öz Resulunu, öz kitabında neyle ümmətə göstərir? Əgər sən çatdırmasan, Risal, yəni vəhiy, Allah Teala vəhiy, əgər sən çatdırmasan, məgər Allah Resulü çatdırmadı. Məgər Allah Resulü Allah Teala'nın onunla vəhiyini, bu dini ümmətinə öyrətmədi. Nə naqis qaldıraq? Öyrədilməyən şeylər var idi, təbii ki. Dedi ki, Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem Allah Teala'nın adından deyərək, Allah Teala deyərək ki, Qüdsə isə Allah Teala'nın isə öyrətmədikləri, Allah Teala'nın unutmadıqlarını deyil. Sadəcə olaraq Allah Teala seni yükləmədi. Filan kəs soruşan bilər ki, filan şey halaldır yoxsa filan şey haramdır. Ola bəlkə sən o dinində tapmayasan. Amma deməkdir ki, Allah Teala unutdu, onu öyrətmədi. Allah Teala sağlığı sənin artıq yükləmişdir. Allah
ki sənə xeyirli olan şeylər vermişlər. Necə ki, Allah Teala kitabında bizə əzəmətli bir ayə ilə. Təbii ki, Allah Teala kitabında bütün ayələr əzəmətlidir. Sadəcə olaraq insanı xeyrə tələsdirən və xeyrə qayıtmağına səbəb olan ayələrdən bir şey. O zaman ki, müsəlmanlar Allah Resulündən soruşdular ki, Allah Teala buyurur ki, ay haqqında soruşurlar. Ay haqqında soruşurlar. Və əsəlûnə qani iləl. Dırnaq ayı, yavaş-yavaş böyüyür. Bir ay tamam olandan sonra ayı belirlenmiş olur. Tam yumru. Ama yumru olmamışdan qabaq ayımız olur. Nənzik. Onu soruşurlar ki, Allah Resulü, o ay niye olur? Allah Teala buyurur ki, kitabında onlara verdiği sual. Qul hiyə mavaqitun linnəs vəl həcc. O, vaxt üçün, zaman üçün və həccin vaxtı üçündür. Və diqqət edirək insanlar Allah Teala, yəni Muhammed sallallahu aleyhi ve sellem'dən nəyə soruşurlar? Və Allah Resulü, yəni Allah Teala onlara nəyə öyrətdi? Mən onlar bilmirlər ki, ay nə üçündür. Onlar bilirlər ki, ay həccin vaxtı üçün və zamanı göstərmək üçündür. Onlar başqa şey öyrənmək istəyirlər. Sadəcə Allah Teala onlara, onların fayda vermədiyini onu öyrətlər. Məgər ay yarına Allah bilmir ki, ayda yalanı yox. Bilmir ki, ayın başqa üstünlüyü var, deyətlərin arasılığı var. Amma ayın ardınca Allah Teala deyir, evlərin arxa tərəfindən daxil olun, qabaq tərəfindən daxil olun və içəridə icazə. Cəhazı arzuqı buyurur ki, Allah'ın mənhəzi vardır. Bu sələfin mənhəzidir. Allah'ın kitabından sələfin mənhəzidir. Allah Teala onlara fayda edən şey öyrətdir. Sənin ayda nə var, nə yox, necə olur, necə olmur, onu bilməyin və bilməməyin sənə hansısa bir faydası yoxdur. Amma kiməsə evdə düzgün girməməyin təsaddır. Sənə vacib olan, sənə fayda vermədir. Ona görə bugün bu bir məsələ deyəcək bir şey arkadaşlar. Ona görə bugün hər hansısa bir bidətçi və yaxud da bidətlə dəvət edən xəbis, səbəb artıq iddia deyir ki, Muhammed sallallahu aleyhi ve sellem Allah Teala'nın onu nazil etdikləri tam çatdırmayıb. Ya da ki Allah Teala artıq onu tam nazil etməyib. İkisi də böhtandır. Və iki dənə böhtanın əslində iki küfür. Özləri baxmayaq ki, gecə və gündüz küfürdən, o küfür etdiyindən çıxdı, bu küfür etdiyindən çıxdı deyə icazə çəkdilər belə, səfihlər başa düşmürlər ki, özlərinin danışdığı küfür. Ona görə insanlar, sələfi, bugün Allah Teala sənə bu qədər müdürlər içində salamat qalmağa nəsib edirsən, bugün sənin yavlarının haqq əhlinin yanındadırsan, yəni Ramazan, haqq əhlinlə bir yerə topluluğunu birləşdiyi partı yeyirsənsə, sən bunu görə çox sevinərsən. Çünki o azamların içində sən dua verərsən. Nəsə var? Səndə hansısa bir xeyir var. Bəlkə o xeyri sən bilirsən. Amma Allah bilir. O səndə olan xeyrin səbəbindən Allah səni sağlık saxlayır. Əgər kimsə bilirsə, ona müjdelər olsun. Ona möhkəm yapırsın. Əgər yox, kimsə bilmirsə ki, nə onun qədri qiyməti var başqa bir müsəlman, azam müsəlmanlardan ki, o müsəlmanlar azdır, amma sən azma. Bəlkə də bilmirsən. Əgər bilmirsənsə, əlində olan nemətdən qədrini bil. Və bir gün sən də gələrsən. Və sən getsən, düşəcən bidət. Yəqin bil, şeytan sənə elə bir olacaq ki, sanki o da Allah Teala'nın dinini. Çünki Allah Resulü'nün kiçik düz xəttin ətrafına çəkdiyi ayrı xəttlər, hamısı o düz xəttə birləşir. Qızıq xabarcılar, mühazirə dəvəlindən sən çəkdiyin üçün. Ona görə vaxtları çoxdur, firqələr çoxdur. O firqələrin çox olmağının səbəblərindənsə müsəlmanlar ilimsiz olmalıdır. Amma böyük bir növbətə qalqınsa, bugün sələflər ilimsizdir. Sələflərdə ilimazdır. Yəni, o demək ki, sən bozarsan. Sən də ondan çıxarırlar. Sən də alarsan. Sən də o fitnələrə düşərsən. O fitnələrə düşməmək üçünsə, səbəblər var. Və səbəblərdən sən böyüklərdən sən müsəlmanlar cəmaatdan deyil olmalı. Salamat cəmaatdan bir yer olmalı. Salamat cəmaatdan isə qaym olmalı. Və elmən o nəhdədən yaxın olmalıdır. Əgər nə zaman ki, sən xeyir əhlindən, xeyirli cəmaata yaxın qalacaqsan və elm əhlindən yaxın olacaqsan, sabit qalmağının ola bilsin ki, sona qədər olsun. Və təbii ki, Allahdan istədiyi xeyirdən öyrədikdir. Amma yox, əlbət yox. Mən azmanam, mənə heç olmaz. Mənə dəyməzlər. Mən güya bilmirəm ki, kimdədir, kimdə deyil. Yox. Elə deyil. Diqqətli ol. Hətta Yusuf Əleyhisselamın Allah Teala kitabından əsər çəkəndə
Yusuf Aleyhisselam'ın hansı ki o Misirin başçısının, Firavun'un, kavminin Yusuf'u Sina'ya dəvət edəndə Allah Teala o qıssa haqqında, o an haqqında nə deyir? Yusuf Aleyhisselam haqqında. Ar-Rahman Ar-Rahim. Yusuf Aleyhisselam neyin sözü? Ama Allah onu kurtardı. Yani Yusuf Aleyhisselam o peygamber idi. Eğer peygamberin her ansa bir fitneye düşmeye yakın değilse, eğer Allah'ın Kur'an'ın elini görmeseydi, o da düşerdi. O peygamber idi. Ona verecek. Onu Allah koyuyordu. Bizzat Allah ona rızık koyuyordu. Ama bugün sana ne verecek? Daha başka bir şey yoktu. Ve sen de koruyacak. Elin yoktu. Cemaatına değilsin. Elm əhlinə qarşı adımın qavama etməyin yoxdur. Nə qoruyacaqsan? Və ən böyük problem, növbəti müsibətlərdən biri qardaşlar. Müsəlman səhəflərin içində səhəfi kimi yaşayır, amma səhəflər oradan uzaqdır, o da səhəflərdən uzaqdır. Biraz ağzını açıb danışlar, Allah'ın dinindən danışlar, görəcəksən ki, başqa vadinin sakinlərinə. Ne olsa bir səhəflərin içində. Ona görə o ilk şey təcrübə görür. Yani Müslüman elm olmalı, ki millətlərə qarşı nə gəlməsin, mübarizə aparabilsin. Ya Müslüman elm əhlinə, alimlərə yaxın olmalıdır. Ya bilmədikləri ondan soruşmalıdır, ya da xeyirli cəmaata, ya da o elm əhlinə yaxın olan cəmaata yaxın olmalıdır ki, öz dinində sabit qalabilsin. Əgər o şeylər olsa Müslüman sabit qalır, özünə səhəfə deyən sabit qalır. Yox, əgər yoxdursa, başqalarının oğladıqları kimi o yırtıcılar səni doğruya olur. Və səni oğlayandan sonra ən böyük müsibət olmasaq ki, sən də biləcəksən ki, əvvəl olsan iydin, indi sən haqqı tapırsan. Və yenə də təkrar edirəm. Çünki Allah Resulü o əyri xətləri, o düz xəttinə canlıqına çəkmişdir. O bütün əyri kiçik xətlər o düz xətlə birləşikdir. Necə xavaricdir. Ona görə diqqətli ol. Ehtiyatlı ol. O insana aparan kimləri saparan kürəklər sən qapanmısan. Ona görə artıq Müslüman yollar çox həris olmalıdır. Çünki hər bir tərəfdən fitnə gəlir. Hər bir tərəfdən. Zaman var idi insanların gizlində etdiyi günahlar nə idi? Heç kimin onları görmədiyi yerlərdə o günahlar idi. Amma indiki gizlindəki günahlar nədir? Telefon. Hal-hazırda kimsə hansısa burada bir fitnəni yaysan, telefonun arxa tərəfindən heç kim görmüşsən, fitnə insan istəyir. Baxmayaq ki, yüzlərlə insanın içində olsan görə, o gizliyindir. Fitnə o qədər çoxalır. Və fitnə o qədər aparır. Yəni, gizliyində Allah'a günah edənlər hal-hazırda aşkarda olduqları halda gizliyini sayır. Zaman var idi, təklikdə idi. Amin də deyil. İndi cəmaatın içində, çünki sənin telefonun ekranında o tərəfdən heç kim görür. Bilmirlər sən ola, hansı fitnə ilə məşğul olsan. Düzdür. Artıq sən cəmiyyətin içində, cəmaatın içində, yüzlər onların içində gizlindəsən. Diqqət edir insanlar, diqqət edir qardaşlar. Günahlar çoxalır, fitnələr çoxalır və hər bir tərəfdən gəlir. Ona görə Allah Resulü bu dövrün, bu zamanın, bu abu-havanı nə ilə məsəl çəkdir? Orada yaşayan insanları oğuzların içində közü tutan insanlarla məzətdir. İmanı közə məzətdir. Əlin içində közü qoyandan nə edirsən? Əlində sıfaqlıqla basırsan, yox satırsan. Bax, iman əlidir. Kimin səhəmin közü qoysalar atar? Yandırıraq o əlini. Kimlərə qədər közü tutub qəlbinə basır? Fitnələr hər bir yerə gəlir. Hər bir tərəfdən. Və ən birinci ki, sənin dinindən. Düşünmə ki, sən başqa şeylərlə şeytan yanında olacaq. Bu, ən birinci dinindən. Çünki şeytan olsa sən böyük düşməsən. Çünki sən Allah'ın dinini təbliğ edər. Çünki sən Allah'ın dinini yayarsın. Bu onu istəmir. Çünki o Rəbbin əvvəldir. Yalnızca ixlaslı bir varına başlar. Və ixlas da ya elmlə olur, ya cəmaat olmaqla olur, ya da ki, elmə olan əhlinə yaxın olmaq. Allah bizi öz dini üzərində sadə saxlasın. Ədəblərimizi möhkəm etsin. Cəmaatın yeri olmaq lazım, qardaşlar. Daim bir yeri olmaq lazımdır. Ayrılmaq olmasın. Möhkəm olmaq lazımdır. Namazları bir yeri olmaq lazımdır. Müsəlmanlar xeyirlərini, işlərlərini bir yeri olmalılar. Ayaqları bir-birlərin ayaqlarına həmişə yaxın olmalı. Şeytan gəlsən Allah
çıxardım ki, azanın səsi gəlmir. Azanın səsi gəlmir olmuşsunuz da, qulaq namazları evdə. Yox. Nə qədər əziyyət çəkdin, o qədər uzalacaqsın. Əziyyətin qarşılığını uzalmaq var. Allah üçün çəkilən əziyyətin qarşılığını uzalmaq var. Nə qədər çox əziyyət çəkəcəksənsə, Allah uzalacaq. Axı sənə Rəbbin əvvələtlidir, adildir. Ola bilərmi ki, sən Allah üçün əziyyət çəkəcəksən? Allah onun bəhtəsini sən verməyəm. Subhanallah, insanlar əziyyətin qarşılığında sən mükafat verirsə, sənə Rəbbin nələr verir? Məgər insan rəhmin əvvələtlidir, yoxsa Rəbbin hamısını əvvələtlidir. Ona görə müsəlman görə Allah sonuna çəkdiklərə, müsibətlərə, sıxıntılara dönsün. Çünki Allah da layiqdir. Allah layiqdir ki, insan onun yolunda dünyasını deyilsin. Allah da öz yolunda vuruşub, ölənləri, şəhidlərini necə vəsb edir? O kəslər ki, öz canlarını müqabilində cənnət satdılar. Yəni, canlarını satdılar, verdilər və cənnətə oldular. Məgər insanın ölməsi rahat bir şeydir. Öyle rahat bir şeydir. Deyil. Amma görürsən, o çətinliyin, müsibətin qarşılığında, ağırlığın qarşılığında sənə vəd verirlər Allah. Ona görə çətinliklərin çox olmalı sənə qorxulub, arxaya aparmasın. Allah təala istəyir ki, bizi